Buyur Zəhra, məsələni oxu, Nuray həlləsin onu. Məktəb olimpiyadasında 200 oğlan, 300 qız iştirak edir. Oğlanlar bütün iştirakçıların neçə faizini təşkil edir? Buyur Nuray, qeydləri apar. 200 qız 300 oğlan vardı. Deməli ümumilikdə 500 dəfə adam var. Aha, buyur qeyd elə. İştirakçıların sayı 500 dəfə. 500. Oğlanların sayı 200 dəfədir. Qeyd elə, oğlan. Oğlanların sayı 200 dəfədir. Aha. Aha. Ne necə sonra? Oğlanların sayı 200 dəfədirsə, deməli 200, 500'ün neçə faiz toplanıyor? Aha. İki oğlanlar iştirakçıların neçə faizini təşkil edir? Bu tapmaq üçün 200'ü 2'den soruşu bölüp ve 500'e bölüp 100 sayıda olmaq lazım. Aha. 200 bölünsün 500 olsun 100 faiz. Aha. Beraberdir. İlk sayı 100'e 2 defa 5 defa. Aha. 5'te 2 olsun 100 faiz. Aha. Beraberdir. İlk sayı 1 defa 20 defa. 20 defa 40 faiz. Bütün deməli, olanlar bütün iştirakçılar 40 faizi təşkil edir. Əhsən. Bir də Nuray alqışlayır uşaqlar. Əhsən. Görsün nə qədər şey öyrənmiş. Biz ki, universitetdə düşən suallardan birini yazmış olduq. Belə oxusaq hər şeyi əldə edə bilərik uşaqlar. Sağ olun.